Bu il 4 oktyabrda Azərbaycanda ilk dəfə olaraq Sinergiya forumu keçiriləcək. Həmin forumun spikeri fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub qonağımızdır. Mail bəy, xoş oldu sizi görmək. Sinergiya forumunda hansı mövzuda çıxış edəcəksiniz və həmin mövzu hal-hazırda nə qədər aktualdır? Xoş gördük Sevinç xanım. Təhsil cəmiyyətin ən vacib sütunudur. Biz təhsildə səmimiyyətdən və güvəndən danışacağıq. Nədir səmimiyyət, nədir güvən və təhsildə əgər güvən, səmimiyyət olmasa nə baş verəcək? Biz müəllimimizə güvənməsək, onda bizim övladımız güvənmədiyimiz müəllimdən nəsə öyrənə bilərmi? Müəllimdə səmimiyyət olmasa, o şagirdinə, tələbəsinə nəsə öyrədə bilərmi? Və yaxud öyrətdiyi tələbə şagird sonradan cəmiyyətə yararlı ola bilərmi? Bax, bu suallara forumda mən cavab verməyə çalışacağam inşallah. 4 oktyabr Nizami Kino Mərkəzində Sinergiya forumunda iştirak edərək, Mail bəyin çıxışını dinləyərək, valideyn və müəllimlər öz həyatınızda tətbiq edəcəksiniz. Hal-hazırda xüsusi fürsətdən istifadə edərək Sinergiya forumundan qeydiyyatdan keçə bilərsiniz. Xüsusi fürsət nədir? Onu bilmək üçün şərhlər bölməsində Sinergiya yazın.